Telefon danışıqlarının sızdırılması bəzi ölkələrin kəşfiyyat xidmətlərinin köhnə adətidir. Həm də belə qalmaqallar adətən kritik anlarda ortaya atılır. Bu dəfə Amerika Birləşmiş Ştatları prezidentinin xüsusi nümayəndəsi Steve Witkoffla Rusiya liderinin köməkçisi Yuri Ushakovun danışıqları mediaya sızdırılıb. Tərəflərin əlaqəsinin indi sülh sənədinin müzakirə olunduğu bir vaxtda yayılması diqqət çəkib. Eyni zamanda danışıqlarda yer alan bəzi detallar da rezonans doğurub. Danışıqlarda Steve Witkoff, Yuri Ushakova prezident Donald Trump'a qarşı necə davranılmasını izah edib. O, Trump'ı Qəzzadakı razılaşmaya görə təbrik etməyi və onun sülh adamı adlandırılmasını məsləhət görüb. Bundan başqa, Witkoff Ağ Ev rəhbərinə Rusiyanın sülh səylərindən bəhs etdiyini də deyib. Lakin Witkoffun fikirləri birmənalı qarşılanmayıb. Bu amil onun Moskva ilə yaxınlıq məsələsini yenidən gündəmə gətirib. Xarici nəşrlər yazır ki, Witkoffun bu addımları onun Kremllə yaxınlığının daha bir sübutudur. Həmçinin danışıqların Ukrayna prezidenti Volodimir Zelenskinin Ağ Evə səfərindən bir gün öncə aparılması da təəccüb doğurub. Bu səbəbdən oxlar indi Witkoffa doğru yönəlib. Çünki Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Kiyevə uzaq mənzilli raketləri vermək fikrində idi. Lakin o, son anda bu fikrindən daşındı. İddialar da bu yöndədir ki, Trump'ın Ukraynaya sözü gedən raketləri verməməsində Witkoffun əli olub. Bu danışıqları kim sızdırıbsa, o Witkoffun dostu deyil. Bunu eləyən kimdirsə, deməli o düşünür ki, Witkoffun addımları Ukrayna və Birləşmiş Ştatların maraqlarına xidmət eləmir. Danışıqların yayılmasında iştirak edə biləcək 5 variant, 5 ölkənin adını çəkə bilərik. Lakin onların hamısı da inandırıcı görünür. Bunu Vaşinqtondan da, Kiyevdən də eləyə bilərlər. Biz qərb diplomatiyasından danışırıqsa, 1990-cı ildən bəri jurnalistika karyeramda belə şey görməmişəm. Lakin belə sızdırılmaların güc balansını dəyişmək məqsədi daşıdığı da bildirilir. Çünki bu cür qalmaqallar planlaşdırılmış şəkildə həyata keçirilir. Bunun danışıqlar prosesinə kölgə salmaq üçün ortaya atıldığı düşünülür. Sülh planından bəzi bəndlər çıxarılarkən stenoqramların sızdırılmasının qəsdli olduğu deyilir. Eyni zamanda layihədən narazı olan güclərin də burada izi ola biləcəyi ehtimalı var. Buna misal olaraq bir neçə Avropa ölkəsinin adını çəkmək olar ki, onların planla bağlı narazılığı var. Xarici nəşrlər bu məsələdə diqqətin Böyük Britaniyanın üzərinə yönəldiyini yazırlar. Çünki Avropa sülh razılaşmasında özünün də payının olmasını istəyir. Eyni zamanda qoca qitə Moskvanın xeyrinə olacaq hər hansısa bir sazişin imzalanmasını planlaşdırmır. Hamıya məlumdur ki, Böyük Britaniya informasiya üzrə güclü kəşfiyyat şəbəkələrindən birinə sahibdir. Diplomatik rabitələrin dinlənilməsində Londonun adı dəfələrlə çəkilib. Xarici nəşrlər yazır ki, xüsusilə də onların Amerika Birləşmiş Ştatları Rusiya təmaslarına deep access, yəni dərin giriş imkanları var. Bundan başqa, Ukrayna böhranında London Kiyevin əsas tərəfdaşlarından biridir. Həmçinin bu, Londonun adının hallandığı ilk belə hal deyil. Dəfələrdən Rusiya casuslarının kimlikləri, pasport seriyaları və səyahət marşrutlarına giriş əldə edilib. İndi də bu danışıqların Birləşmiş Krallığın strateji xəttinə zidd olduğu bildirilir. Steve Witkoff danışıqlarda deyir ki, sülh razılaşmasını əldə etmək üçün birlikdə işləməliyik. O, həm də Trump'ı necə hərəkətə gətirə biləcəklərindən danışıb. Bu sadəcə iki tərəfdaşın problemi həll etməyə çalışmasıdır. Avropa isə elə savaş başlayandan eyni mövqedədir. Onlar Donald Trump'a tərif yağdırmalıdırlar. Trump'ı qıcıqlandırmaq üçün heç nə etməməlidirlər. Avropa kifayət qədər zəif görünür. Onlar bilirlər ki, bundan Trump da xəbərdardır. Yayılan iddialara baxmayaraq, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Steve Witkoffu müdafiə edib. Onun sözlərinə görə bu standart bir şeydir. Danışıqlar zamanı hər iki tərəf üçün ona yaxın mövqedən çıxış etmək lazımdır. Mən bu barədə eşitməmişəm, amma eşitmişəm ki, bu standart danışıqlardır. Təsəvvür edərdim ki, o eyni şeyi Ukraynaya da deyir. Çünki hər bir tərəf nəsə verməli və almalıdır. Bu standart bir şeydir. Danışıqlar zamanı planın hazırlanması məsələsinə də toxunulması, layihəni Rusiyanın ərsəyə gətirməsi iddialarını yenidən gündəmə gətirib. Hətta tərəflərin Cenevrədə keçirilən görüşündən sonra sülh planında dövlət katibi Marco Rubio'nun Ukraynanın xeyrinə dəyişikliklər etməsi diqqət çəkib. Lakin Ağ Ev bu iddiaları təkzib edib. Gələn həftə Steve Witkoff Rusiyaya səfər edəcək. Onun Kreml rəhbəri Vladimir Putinlə görüşü gözlənilir. Lakin Witkoff indiyə qədər Kiyevə getməyib. Rəsmilərlə birbaşa danışıqlar aparmayıb. Hələ ki, sızmanın arxasında hansı ölkənin dayandığı bəlli deyil. Burada Rusiyanın rolunun olduğu da ehtimallar arasındadır. Onun danışıqları manipulyasiya edərək vəziyyəti öz xeyrinə dəyişməyə çalışması düşünülür.